Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə çubuq dəstələri mövzusunun izahına baxacağıq. Ümumiyyətlə çubuq dəstələri nədir və çubuq dəstələri mövzusu necə həll olunur? Burada sizə nömrələr verir və çubuqlar, gördüyünüz çubuqlar iplər vasitəsilə bir-birinə bağlanır və dəstələr əmələ gətirir. Bu çubuğun üzərində olan nöqtələr, yəni düyünlər ipin bağlandığı yeri göstərir və biz bu çubuqları bir-bir izləməliyik. İlk öncə bildirim ki, bizdə məntiqdə şərtə baxmırsınız. Bizə lazım olan bax bu şərtdir. Sadəcə olaraq misalı həll etdikdən sonra baxacağıq. Baxırıq. Baxın. Birdən işarələyirsiniz birdən. Birdən hara gedir? Bax gedir 4-ə. Düzdürmü? İzləyirəm sizin üçün. 4-dən gedir 6-ya. 6-dan gedir 9-a. 9-dan gedir 10-a. Ondan da hara qayıdır? Bax, qayıdıb 1-ə. Hər rəqəm bir dəfə yazılacaq. Bir dəfə yazdığın rəqəmi ikinci dəfə yazmayacaqsan. Sonra keçirsən növbətliyə. İpə. 2-dən gedir hara? 2-dən getdi 7-yə. Düzdürmü? 7-dən gedir 8-ə. 8-dən gedir 5-ə. 5-dən də qayıdır 2-yə. Hər rəqəm bir dəfə yazılacaq. Bir dəfə yazdığım rəqəmi ikinci dəfə yazmayacaq. Sonra keçirik növbəti ipi yazmağa 3-ə. 3-dən hara gedir? 3-dən gedir 11-ə. İndi keçirik şərt oxumağa. Deyir ki, ən çox sayda çubuğa malik olan dəstədəki çubuqların nömrələrini göstərən ədədlərin cəmi neçədir? Ən çox çubuq sayı hardadır? Bax, burada. Bunu götürüb cəmləyəcəksən. 1 + 4, 5, 11, 20 və 30 olacaq bu variantı. Keçirik növbəti sualın izahına. Baxırsınız ikinci suala. Burada yenə də eyni qaydada əvvəlcə yazırıq, sonra şərt oxuyuruq. Yazaq 1-dən gedir hara? 1-dən gedir 3-ə. 3-dən gedir, bax 1-dən getdi 3-ə. 3-dən hara gedir? Gedir bax 8-ə. 8-dən gedir hara? 7-yə. 7-dən gedir hara? 5-ə. 5-dən gedir 6-ya. Düzdürmü? 6-dan da qayıdır 1-ə. Yazacağam mı? Yazmayacağam. Hər rəqəm bir dəfə yazılacaq. Bir dəfə yazdığın rəqəmi ikinci dəfə yazmağa gərək yoxdur. Sonra keçirik növbəti ipə. 2-dən. 2-dən hara gedir? 2-dən gedir 4-ə. 4-dən gedir 9-a. İndi şərtdə soruşur ki, sizdən ən çox sayda çubuğa malik olan dəstədəki çubuqların nömrələrini göstərən ədədlərin cəminin ən azın cəminə olan nisbəti. Demək, 4, 12, 19, 24, 30 yuxarı eləyir. Aşağı eləyir 15. 30 15-ə bölürsən, eləyir 2. Bu da eləyəcək C variantı. Bir də ki, bunu səhv yazmaq mümkün deyil. Niyə? Çünki tutaq ki, hansısa bir rəqəm gözündən qaçıb. Düzdürmü? Sən dəstələri yazmısan. Yəni, burada rəqəmin yerinin rolu yoxdur. Hardan yazırsan yaz. Amma dəstəni düzgün yaz da. Məsələn, tutalım ki, 5, məsələn, yazmısan, 5-i unutmusan, məsələn deyirəm. Baxırsan ki, bu 5 nəyə bağlıdır? 2, 1. Demək ki, o 1 ilə 2-ni harda yazmısansa, o dəstədə olacaq. Vəssalam. Yəni, burada səhv eləmək mümkün deyil. 1-dən gedir hara? 5-ə. 5-dən gedir hara? 2-yə. 2-dən gedir hara? 4-ə. 4-dən gedir 6-ya. 6-dan gedir 9-a. 9-dan gedir 12-yə. 12-dən də qayıdır 7-yə. 7-dən hara gedir? 11-ə. Ay, 11-i buradan yazacağım belə incə-incə. 11-dən də qayıdır 1-ə. Artıq o 1-i yazmıram, çünki artıq yazılıb. Keçirik növbəti ipə. Neçən qalıb? 3-ün qalıb. 3-dən gedir 8-ə. 8-dən gedir 10-a. Ondan da qayıdır. Yenə də ona hara qayıdır? Ona qayıtmır. Qayıdır da 8-i yazmışıq onda. Sonra sizdən nə soruşur? Deyir, ən az sayda çubuğa malik olan dəstədəki çubuqların nömrələrini göstərən ədədlərin cəmi neçədir? Ən az hansıdır səndə? Ən az səndə, bax budur, bunu götürüb cəmləyəcəksən. 3 + 8, 11 + 10 olacaq 21. Daha sonra keçirik 4-cü suala. Yenə də eyni qaydada şərtin böyüklüyü sizi çaşdırmasın. Yəni, burada zaten ən böyükdən, yəni burada deyir ki, ən çoxla ən azın fərqidir. Amma bu boyda şərt yazıb. Yəni, şərti görüb qorxmayın. Birinci bunu həll eləməkdir əsas məsələ. 1-dən hara gedir? 1-dən gedir 5-ə. Düzdürmü? 5-dən gedir 11-ə. 11-dən gedir 1-ə. Sonra keçirik ikinci dəstəmə. 2-dən hara gedir? 2-dən gedir 9-a. 9-dan gedir 12-yə.
12-dən qayıdır 9-a, 12-dən də qayıdır 6-ya bir də 6-ya. 6-dan gedir hara? 6-dan da qayıdır 2, yazmıram onu çünki artıq yazılıb. Keçirik 3-cü dəstəyə. 3-dən gedir hara? 7-yə. 7-dən gedir 8-ə. 8-dən yoxdur artıq. Keçirik növbəti ipə. 4-dən gedir hara? 4-dən bir dənə gedib 10-a. Yumurlanmış xanalar bitdisə, mənim oyunum bitdi sayılır. Səndən soruşur ki, ən çoxla ən azın fərqi ən çox budur, ən az budur. 11, 23, 29 budur, ən az da 14. Çıxırsan eləyir 15 A variantı. Daha sonra baxırıq 5-ci suala. Yenə eyni qaydada 1-dən hara gedir? 1-dən gedir 9-a. 9-dan gedir 6-ya. 6-dan gedir 1-ə, yazmayacağam. Sonra keçirik ikinci dəstəyə. 2-dən hara gedir? 2-dən gedir 5-ə. 5-dən heç yerə getmədi. Sonra keçirik üçüncü dəstəyə. 3-dən hara gedir? 12-yə. 12-dən qayıdır 10-a. 10-dan gedir 8-ə. 8-dən gedir 7-yə. 7-dən gedir 3-ə. Onu yazmayacağım çünki artıq yazılıb. Keçirik növbəti ipə 4-də. 4-dən hara gedir? 11-ə. Yumurlanmış xanalar artıq bitdisə, yəni görürsə bütün rəqəmlər yumurlanıb, sənin oyunun bitdi sayılır. Bir ən çox sayda çubuğa malik olan dəstəkli çubuqların nömrələrini göstərən ədədlərin cəmi neçədir? Ən çox hansıdır? Bax, budur. 3 + 12, 15, 25, 33 olacaq 40. Əslində bunları yazanda, məsələn, dəstəni tutaq yazılsa, arasına plus da qoya bilərsən. Çünki elə sualların hamısında deyir ki, məsələn, böyüyün cəminin kiçiyin cəmini çıx, yaxud da böyüyü cəmlə. Sən artıq avtomatik tapmış olacaqsan. Sadəcə onu yazmadın ki, sizin beyniniz qarışmasın. Bugünlük bu qədər. Ümidvaram ki, bu mövzunu yaxşıca anlamış oldunuz. Qabağınıza hansı mövzular çıxarsa, hansı testlər çıxarsa bu mövzu ilə bağlı inşallah ki, onu düzgün cavablamış olarsınız. Gecəniz xeyrə qalsın, sağ olun.